Salam aleyküm dostlar, hər vaxtınız xeyir olsun. Deməli, növbəti mənzilimizin təmirinə start vermişik. Mənzilimizin yerləşmə yeri 28 may ərazisidir və mənzilimiz ümumilikdə 145 kvadrat metrdən ibarətdir. Çox böyük belə bir dəhliz hissəmiz var. Dəhlizimizdən sol tərəfdə 2 yataq otağı yerləşdirəcək və hər iki otağın qapısı dəhlizə açılacaq. Və ən gözəl tərəfi isə odur ki, hər iki yataq otağın pəncərələri birbaşa şəhər istiqamətinə baxır. Dostlar, bu layihəmizdə vacib bir məsələ var. Deməli, məsələmiz ondan ibarətdir ki, mənzildə ümumiyyətlə heç bir dizayn işi görülməyəcək. Yəni, bu mənzildə bütün təmir boyu, hər şey tam olaraq mənzil sahibinin istəyinə və zövqünə uyğun həyata keçiriləcək. Növbəti olaraq belə bir geniş qonaq otağımız var. Hansı ki, sağ tərəfdə mətbəx olacaq və mətbəxlə qonaq otağının arası şüşə kəsmə ilə ayrılacaq. Artıq materiallarımız da gördüyünüz kimi gəlib mənzildədir və işlərə başlamışıq. Allah ev sahibinə də, bizə də xeyir versin. İşlərin gedişatını görmək üçün izləmədə qalın.